Salam, bu videoda Azərbaycan sənayesi haqqında məlumat əldə edəcəyik. İndi isə keçək izaha. Deməli, Azərbaycan iqtisadiyyatı özü 4 mərhələdə inkişaf etmişdir. Birinci mərhələdə 1900-cü ilə qədər olan dövrü əhatə edir. 1900-cü ilə qədər birinci mərhələdə Azərbaycan aqrar ölkəsi idi. Yəni ancaq kənd təsərrüfatı məhsulları ilə cəmlənmişdi. Burada yüngül və qida sənayesi qismən inkişaf eləmişdi. Azərbaycan xarici ölkələrə, məsələn, xalça, parça, ipək yun, kür ixrac edirdilər. Deməli, Azərbaycan burada bir dənə də diaqram var. Görürsüz, məhsul və göstərilən xidmətlərin dəyərinə görə, məsələn, 2003-cü ildən etibarən yavaş-yavaş artmağa və sonrakı dövrlərdə azalıb yenə də artmağa belə deyək, davam eləmişdi Azərbaycanda. İkinci mərhələdə 1900-cü ildən 1904-cü ilə 40-cı ilə qədər əhatə eləyir. Ölkələr neft hasilatı ilə belə deyək, məşğul olmağa başladılar. Artıq 1900-1940-cı ildə ikinci mərhələdə ən qabaqcıl belə deyək də neft hasil edən ölkələrdən biri olduq. Xüsusilə də 1920-ci ildə Azərbaycan nefti xeyli miqdarda gəlir gətirdi ölkəyə. Neft hasilatı artdı. Təbii ki, bunun avadanlıqları da artıq istehsal olunmalıdır. Bununla da məşğul oldular, istehsal elədilər və istehsal olunurdu, həm də xarici bazara satmağa başladılar. Aqrar ölkə idi əvvəllər, yəni birinci mərhələdə, artıq ikinci mərhələdə aqrar sənaye, yəni həm aqrarda qalırdı, həm də sənayedə inkişaf eləmişdi burada. Burada bir dənə yoxsulluğun səviyyəsi fikir verin. 2003-cü ildən 2018-ci ilə qədər, yəni indikiyə qədər azaldığı belə deyək, qeyd olunur, təbii ki, rəqəmlərlə, sözlə. 1940-la 1990-cı illərdə deməli artıq 3-cü mərhələ başlayır. Bu mərhələdə belə deyək də, təsərrüfatın strukturu ciddi dəyişikliklər baş verdi burada. Yəni həm neft sənayesi, yəni sənaye ölkəsinə tam çevrildi, artıq yüksək inkişaf elədi və bununla yanaşı qeyri-neft sektorlarına da belə deyək, diqqət ayrılırdı. Həm də ki, o qədər neft belə deyək, avadanlıqları düzəltdilər ki, artıq neft maşın qayırması üzrə ölkə ixtisaslaşmış oldu. Bununla yanaşı, məsələn, Gəncə Alüminium zavodu, daşkəsən saflaşdırma, Sumqayıt boru prokat, sintetik kauçuk zavodu, Mingəçevir SES, sonra Bakı məişət kondisionerləri və digər müəssisələr fəaliyyətə başladı və bu üzrə ixtisaslı kadrlar da hazırlanmağa diqqət ayrıldı bu mərhələdə. 4-cü mərhələ artıq belə deyək də, hazırda Azərbaycan iqtisadiyyatı 4-cü mərhələdədir. Yəni 90-cı ildən üzbəri bu ölkə iqtisadiyyata inteqrasiya olmağa başladı bu dövrdən. Azərbaycan zəngin sərvətləri həm aqroiqlim ehtiyatı, həm istirahət turizm, əlverişli iqtisadi coğrafi mövqe xarici kapitalı təbii ki, cəlb elədi. 1994-cü ildə 20 sentyabrında Azərbaycanda dünyadan 20-yə qədər ölkəsindən neft şirkətləri Azərbaycana əsri müqaviləsinə imza atdılar. Bu müqavilədə əsasən neft yataqları olan Azəri, Günəşli, Çıraq yataqları investisiya qoydular və buradan neftin dünya bazarına çıxarılmasına belə deyək, öz töhfəsini verdilər. Deməli, müasir dövrdə nəhəng nəqliyyat layihələri həyata keçirildi. Bakı, Tiflis, Ceyhan neft kəməri, Bakı, Ərzurum qaz kəməri, Bakı, Tiflis, Qars dəmir yolu, TANAP, TAP və sair kimi layihələr bura daxildir. Bununla yanaşı qeyri-neft sektoru da burada neyləmişdi? İnkişaf etmişdi. İndi Azərbaycanın ümumdaxili məhsul strukturuna fikir versək, görürsüz 56% sənaye ölkəsidir. Yəni 56% sənaye sahəsi tutur, 11% digər sahələrdir. Sonra 8,9% ticarət, xidmət sahələridir. 7,8 tikintidir. 6,6 kənd təsərrüfatıdır. 5,2 nəqliyyatdır. 2,8 isə rabitə və informasiya texnologiyaları sənayesi tutur. Yəni Azərbaycan sənaye ölkəsinin olmasının əsas səbəbi sənaye məhsulları ümumdaxili məhsulun 56,9%-ni verir ölkə üzrə. Sonra ondan sonra gəlir təbii ki, burada ticarət, xidmət sahəsi, sonra tikinti, sonra kənd təsərrüfatı, sonra nəqliyyat və rabitə texnologiyaları, digər sahələr. İndi isə gəlin bu yanacaq energetika sənayesinə fikir verin. Yanacaq energetika əsasən neft və qazın hasilatı, emalı, habelə elektrik enerjisinin istehsalı ilə bağlıdır. Neft Abşeron, Qobustan, belə deyək də, Bakıda, Şirvan şəhərlərində, Səlyan, Siyəzən, Neftçala və İmişlidə Muradxanlı mezozoik suxuları hasil olunur. Yəni buradan hasil olunur. Yəni Bakıdan, Şirvan şəhərindən, ondan sonra Abşeron, Qobustandan, Səlyandan, Siyəzəndən, Neftçaladan, İmişlidən və s. Amma potensial kimi Zeyran çöldə də neft ehtiyatı var burada. Potensial ehtiyatdır.
Neft kəmərlərinə fikir versək, baxın, Bakı, Tbilisi, deməli, Bakı birinci məsələn Novorossiyskdir. Fikir verin, Bakıdan başlayır, Novorossiysk limanında qurtarır bu. Sonra gəlir bu şimal marşrutu üzrədir. Bakı Supsadır. Gürcüstana, Bakıdan gəlir burdan, Gürcüstanın Supsa, Poti belə deyək də, limanına, Supsaya qədər gedir. Poti limanına qədər. Bu qərb marşrutudur. Bakı, Tbilisi, Ceyhan. Bakıdan gəlirsən, burdan deməli Gürcüstana, Tbilisidən də gəlirsən Ərzurum, Ərzurumdan da gəlirsən Ceyhana. Bunlar belə deyək də Bakı, Tbilisi, Ceyhan da qərb marşrutudur. Türkiyənin Ceyhan limanına qədər davam eləyir. Azəri, Çıraqlı, Günəşli dəniz yataqları əsas neft yataqlarıdır. Azərbaycan nefti dünyada keyfiyyətli neft kimi tanınır. Bakı Novorossiysk neft kəməri deməli Bakıdan Novorossiyskə çəkilən neft kəməridir. Bakı Supsa Azərbaycandan Gürcüstan deməli limanına, Poti limanına çəkilən neft kəməridir. Bakı, Tbilisi, Ceyhan var, bir neft kəməridir. Bakı, Tbilisi, Ərzurum isə belə deyək, qaz kəməri xəttidir ümumiyyətlə. Deməli, qaz istehsalında əsasən təbii qaz, Azərbaycan təbii qazla zəngindir. Xəzər dənizində ən çox təbii qaz hasilat edən ölkələrdən biridir. Bu hasil olunan belə deyək, yatağın adı da Şahdənizdir. Şahdəniz yatağı belə deyək, həm Şahdəniz yatağından çıxan təbii qaz, həm də ki, neftlə birlikdə, yəni neftdən ayrılan səmt qazından da istifadə edilir. Şahdəniz yatağının qazını daşımaq üçün Bakıdan Ərzuruma, sonra Tanap və Tanap qaz kəmərləri çəkilib. Xarici şirkətlərdən BP-dir, Stotyoldur, Lukoldur, Tapodur. Bunlar neft təbii qazın Azərbaycana çıxarılmaqda Azərbaycana kömək edirlər. Deməli, neft və qaz ümumiyyətlə hasilatı Azərbaycanın Abşeron regionunda torpaqların ciddi belə deyək, çirklənməsinə gətirib çıxardır. Yəni yenidən bərpasına gətirib vacib edir. Yəni rekultivasiyasına ehtiyac var. Fikir verin, Bakıdan belə deyək, Gürcüstana, Gürcüstandan da Tanap vasitəsilə, yəni Türkiyə üzərindən Yunanıstana, Yunanıstandan da TAP vasitəsilə İtaliya. Bir də şimal marşrutu var, SEF vasitəsilə Şimali Avropa ölkələrinə gedir. Şimali Avropa ölkələrinə. İndi ehtiyatlardan fikir versiniz, quruda əsas ehtiyatlarımız, qaz ehtiyatlarımız Qaradağ, Qobustan, Gürcan, Zirə, dənizdə Şahdəniz, Ümidi, Abşerondur. Sonra neft ehtiyatlarımıza bax, quruda əsas yatağı Bibi Heybət, Pirallaha, Yasamal, Molla Kənd, Muradxanlı, Qaraçala, Siyəcən, dənizdə Günəşli, Azəri, Çıraq, Alov, Dan Ulduzu, İnam, Oğuz, Əşrəfi, Qarabağ, bunlar daxildir. Sonra gəldi elektroenergetikaya. 2 yerə bölünür. İES-lər, istilik elektrik stansiyaları 90%-ni təşkil edir. Sonra CS-lər gəlir 7%, sonra qalanları isə KS-lər və günəş elektrik stansiyaları GS-lər təşkil edir. İstilik elektrik stansiyası 2 yerə bölünür. DRES bir də İEM. DRES Dövlət Rayon Elektrik Stansiyasıdır. Bunlar DRES-lər yalnız və yalnız elektrik enerjisi belə deyək də istehsal edir. Qazla, mazutla işləyir və belə deyək də yalnız elektrik enerjisi verir. İEM-lər isə istilik elektrik mərkəzləri həm enerji, həm də istilik belə deyək də buxar istehsal edir. Bunu da yadınızda saxlayın. DRES-lə İEM-in fərqi budur. DRES Dövlət Rayon Elektrik Stansiyasıdır. Yalnız elektrik enerjisi istehsal edir. İEM isə həm istilik, həm də elektrik enerjisi istehsal edə bilir. Qazla və mazutla işləyir. Əsas elektroenergetika mərkəzlərimiz Mingəçevir, Şirvan, hər ikisində ümumiyyətlə 60% enerjisini qarşılayır, təmin edir. Mingəçevir energetiklər şəhəri də adlanır. Künün üzərində 4 SES tikilib, su elektrik stansiyası Mingəçevir, Şəmkir, Yenikənd var. Tərtər üzərində Sərsəng SES-i var. Araz çayı üzərində Araz SES-i var. Qarabağda Suqovuşan 1, Suqovuşan 2 SES-ləri bərpa edilib Qarabağ İqtisadi rayonunda. Bunlar yəni ümumiyyətlə istilik elektrik stansiyalarının dövlətin enerji ehtiyatlarına böyük köməklik göstərir. SES-lər məsələn gec tikilir. Belə deyək də gec tikilir və ucuz enerji istehsal edir ən azından. Həm baha tikilir, həm ancaq ucuz enerji istehsal olunur. Ətrafı su basır, ağaclar qırılır, ərazi çox hissəsi belə deyək də şoralılıq artır, yəni şoran hissələr çoxalır Kür Arazda.
Elektrik belə deyək də, CS-lərdə tez tikilsə də ətrafı mühiti bu çirkləndirir. Çünki ətrafa çirkli qazları atır, zərərli qazları atır. Çay üzərində barıt su anbarlarının tikilməsi kaskadlar deyilir. Köy üzərində kaskadların olmasına imkan verilməsinin əsas səbəbi düşməsinin böyük olması, relyefin, modul elektrik stansiyaları qazla belə deyək də, işləyən İES-lərin olması, yəni əsas buna imkan verir köy üzərində kaskadın olmasının. Deməli, məsələn, modul elektrik stansiyası işləyən İES-lər, məsələn, Bakıda, Bakı iqtisadi rayonunda Bakıda, Lənkəranstrada, Astarada, Quba Xaçmaz iqtisadi rayonunda Xaçmazda, Qubada, deməli, Şəki Zaqatala iqtisadi rayonunda Şəkidə, deməli, Bakıda, Bakı iqtisadi rayonunda var. Sonra Lənkəran Astara iqtisadi rayonunda var. Quba Xaçmaz iqtisadi rayonunda var. Şəki Zaqatalada var. Bakıda hansı oldu? Bakı, Lənkəran Astarada Astara Xaçmaz. Qubada hansı oldu? Yəni Quba Xaçmaz iqtisadi rayonunda, Şəkidə Şəki Zaqatala. Ən birinci CS-lər Gədəbəydə, Qalakənddə tikilib. İstilik elektrik stansiyası Qırmızı Ulduz Bayılda tikilib. Avropada ilk açıq uçlu Dreis Şirvan şəhərində fəaliyyətə başlayıb Avropada. Fikir verirsinizsə, bu 2023-cü ildə olan elektrik enerjisinin istehsalıdır. Fikir verin, əsas payı istilik elektrik stansiyaları, sonra su elektrik stansiyaları, sonra da digərləri. Məsələn, belə deyək də, külək, günəş, bax bunlar aiddir. Bu da müəssisələrin təbii ki, istifadə etdiyi elektrik miqdarıdır. Sonra metallurgiya sənayesi. Metallurgiya 2 yerə bölünür. Qara əlvan. Qara metallurgiya inkişaf etməsi üçün bu belə deyək də şərtlər vacibdir. Xam mal olmalıdır, ucuz enerji, ixtisaslı kadr olmalıdır, neft, qaz, sonra tələbatın olmasıdır. Yeni sahələrin yaranmasına imkan olmalıdır ki, bu inkişaf etsin. Qara metallurgiyanın əsas xam mal bazası Daşkəsəndəki dəmir filiz yatağıdır. Filiz hasilatının saflaşdırılması, emal ilə məşğul olunur. Qazaxda bentonit gil vasitəsilə qara metallurgiyanın belə deyək, poladın əridilməsində qəliblər hazırlanır, polad tökmədə. Qara metallurgiyanın əsas xam mallarından biri olan daş kömürdür. Bundan başqa xrom manqan da var təbii ki. Azərbaycan daş kömür olmadığı üçün qara metallurgiya istənilən səviyyədə inkişaf etməmişdi. Qara metallurgiyanın əsas mərkəzi Abşeron, Gəncə, Qazaxda cəmlənib. Daşkəsən, Gəncə Daşkəsəndə belə deyək də, həmin o hissələrdə metallurgiyanın xam malın emalı, saflaşdırılması, digər proseslərdir. Abşeronda isə digər mərhələlər burada keçirilir. Ona görə də qara metallurgiya həm yanacaq, həm xam mala tələbatı meyl edir. Gəncə Daşkəsəndə ucuz enerji var, xam mal da var, amma Abşeronda isə neft sənayesi yüksək inkişaf etdiyi üçün burada müəyyən zavodlar fəaliyyət göstərir ki, o tələbata uyğun o qara metallurgiyadan istifadə edə bilir. Həm də ki, neft, qaz bu Abşeronda daha çox olduğu üçün o tələbata görə orada yəni inkişaf etdirilib qara metallurgiya. Polimetal qara metallurgiya yox, əlvan metallurgiyanın xam malıdır. Bunu da yadınızda saxlayın. Sonra əlvan metallurgiya əsas bazası Daşkəsəndə zəlik alüminit yatağıdır. Polimetal yataqlarda Naxçıvanda, Kəlbəcərdə, Mehmanı, Balakəndə Filizçay, Katexçay, Kastıqçay, Mazımçay, Molbiden, Naxçıvanda Parağaçay, bax bunlardır. Əslən əlvan metallurgiyada yenə ucuz enerji və suya meyl edir. Su ilə belə deyək, çoxlu filiz suxurdan su ilə ayrılır, enerji ilə qaynadılıb istənilən hala salına bilir. Alüminit ümumiyyətlə alüminium xam malıdır. Bu yataq çıxan xam mal Gəncədə Gil torpaq zavodunda Delta Al belə deyək göndərilir. Yəni oradan çıxan torpaq, bu yataqdan çıxan torpaq Gəncəyə Delta Ala göndərilir və ora da artıq alümin oksid əldə olunaraq Sumqayıta göndərilir. Sumqayıtda isə alüminium zavodunda o belə deyək də işlənir və müxtəlif hazır məhsullar əldə edirlər. Qəliblərə düzəldirlər. Əlvan metallurgiyada ağrı var. Qurğuşun qalay, nikel, sink tərkibli metal az olduğu üçün xam mala yaxınlığı yerləşir. Bir də yüngülləri var. Alüminium, titan, maqnezium. Bu yüngül əlvan metaldır və ucuz enerjiyə tələbatı meyillidir. Gəncə alüminium zavodu alüminium oksiddən başqa kimya sənayesinə xam malda olur. Kalium gübrəsi, kalium duzu, sulfat kimi turşuları, oksidləri alınır. Fikir verin, Gədəbəydə qızıl yatağı var. 22.000 ton qızıl ehtiyat olduğu aşkar edilib. 22.000 ton. Azərgold tərəfindən istismar olunur. Iron brendi adı altında dünyada bazarda satışa çıxarılır. Sonra maşın qayırma sənayesi. Neft maşın qayırması əsas təşkil edir respublikamızda. Əsas sahələri elektrotexnika, salyan su qızdırıcı, mingəçevir, kabel, baş akkumulyator, transformator, işıq texniki
avadanlığı, lampa, Şamaxıda Star markalı televizor, Bakıda soyuducu, Mingəçevirdə Kür kompüterləri. Bunların bəzilərinin artıq fəaliyyəti dayandırılıb, onu da qeyd edeyim. Cihaz qayırma əsas ixtisaslı kadrlar tələb edir. Məsələn, Bakıda Jofizka zavodu, Şirvanda avtomat cihaz qayırma, Gəncədə Billur zavodu, Bakıda neft qaz avtomat zavodları var. Avtomobil qayırma Gəncədə Oko, Naxçıvanda Naz Nefan, həm də Gəncədə Belarus traktorların yer olması, Şamaxı, Bakı Neftçala, Xəzər ən zəif inkişaf edən kənd təsərrüfatı maşın qayırmadır. Mingəçevir, Zəyəm, Xəndək, Qazan və s. Radioelektronika, Bakı, Azon, Nord zavodları, EHİM və s. fəaliyyət göstərir. Kimya sənayesinə baxsaq, kimya sənayesi də əsasən xammal bazası kimya sənayesində bilirik ki, tükənmir, amma ətraf mühiti çox çirkləndirir. Azərbaycanda kimya sənayesi müəyyən inkişaf etdiyi sahələrdə mineral gübrələr var, fosforit və kaliumdur. Fosforit gübrəsi xammal apatit fosforitini təşkil edir. Xammal əsasən şərq rayonlarındadır. Yodlu brom mədən sularında, Neftçalada, Babazənə, Mişovda, Abşeronda, Böyük Şor və s. göllərdə yerləşir. Gəncə alüminium zavodu kalium gübrəsini, kalium duzu istehsal edir. Kimya sənayesi əsas müsbət cəhətlərindən biri digər sənayələrlə əlaqəli olmasıdır. Meşə, kimya, koks kimya və s. Dağ mədən kimyası, mineral xammalı hasil olunur. Əsas kimya duz turşuları, mineral gübrələr, bir sözlə Azərbaycanda gübrələr, fosforit gübrə, azot gübrəsi kimi belə deyək, məhsullar istehsal olunur. Üzvü sintez kimyası, karbohidrat xammalı və yağlı fabrikatlar əldə olunur. Polimerlər də sintetik süni plastik kütlələr, su və ucuz yanacaq olan yerlərə meyl edir. Əczaçılıq, məişət, ədviyyatı, meşə kimyasıdır, bunu da bilirsiniz. Kimya sənayesinin əsas mərkəzləri Bakı, Sumqayıt, kimyasal şəhər adlanan Sumqayıt, Gəncə, kalium gübrəsi sulfat turşusu, lak, sabun, Şirvan sahilində plastik kütlə, polietilin, Naxçıvanda yodlu brom mədən suları, bunlar aiddir. Yodlu brom zavodlarının Abşeronda da təbii ki var. Sonra burada fikir verin, seolit və perlit kənd təsərrüfatında kimya sənayesində də istifadə edilir Azərbaycanda. Neftçalada bu qeyd etdiyimiz yodlu bromlu sulardır. 110 quyu qeydə alınmışdır. Hazırda onların 97-si istismar edilir. 800-2500 metr dərinliyə çıxarılan yodlu brom suları vasitəsilə Neftçala yodlu brom zavoduna gətirilir. Burada emal edilərək yod halına salınır. Hazır zavodda ildə 400 tona yaxın yod belə deyək istehsal olunur. Zavod istehsalına görə dünyada 3-cüdür, təsəvvür edin. Naxçıvanda Düzdağ fizioterapiya mərkəzi var. Bu dağın hündürlüyü 1173 metr hündürlükdə yerləşir. 300 metrdən artıq dərinliyi var. Və 128 burada eyni zamanda 128 nəfər adam müalicə ala bilər. Son illərdə məsələn Türkiyədən, İrandan, Cənubi Koreyadan, Rusiyadan, Qazaxıstandan bura müalicə üçün gələnlərin sayı daha çoxdur. Şirvan Salyan iqtisadi coğrafi rayonunda qida sənayesi inkişafı üçün zəngin xam almaq olsa da, sahənin inkişafı kifayət qədər deyil. Meyvə, tərəvəz, balıq konservləri, süd, ət, kənd təsərrüfatı məhsulları regional xüsusilə yayılmasına imkan yaratmışdır. Deməli, iqtisadi coğrafi rayonların daxili və xarici bazara çıxma imkanı böyükdür. Hazırda Aran iqtisadi rayonu Aran deyəndə indi 2 Şirvan, Salyandan söhbət gedir. İqtisadi rayon 400 tondan çox yodlu brom dünya bazarına çıxarılır. Çin, Hindistan, Polşa, Latviya və Rusiya kimi əsas ixracçıları var. Meşə kimyası da bizdə meşə sənayesi inkişaf etməyib. Gətirmə xam mala əsaslanır. Çünki 25%-dən azdır meşə ehtiyatları. Sonra ancaq tikinti sənayesi məsələn Abşeronda sement cəmlənib, Qaradağ sement, daş karxanaları var, mərmər, gips, travertin tikinti məlumatları var. Qum, çınqıl, mərmər, travertin, Kəngələr, Şaxtaxtı və Kəlbəcərdə var. Məhsullar həm dəmir konstruksiya, divar materialları, taxta şabanlar da vardır. Yenə deyirəm, xammal məhsulunun kəskin fərqlənir və xammal, gil, çınqıl, daş, bax bunlar yəni var. Şüşə istehsalında Abşeron, Naxçıvanda inkişaf edib. Meşə sənayesi zəifdir, gətirməyə əsaslanır. Meşə ehtiyatları biraz Zaqatalada, Lənkəran, Kiçik Qafqazda var. Xammal kimi oduncaqdan istifadə edirlər. Məhsulları isə mebel, kibrit, taxta şaban, silver, kağızdır. Yenə deyirəm, Azərbaycanda meşə sənayesi əsasən gətirmə xammala meyl edir. Bir də mebel sənayesi təbii ki, iri şəhərlərə meyl edəcəkdir. Yüngül sənayedə paltar, parça, ayaqqabı, məişət, bax belə məhsullardır. Azərbaycan yüngül sənayesində məsələn mahlıc ayaqqabı, geyim məmulatları, parça. Bundan başqa Hacıqabulda xalçaçılıq, Yevlaxda ilkin emalı, pambıq parça istehsalı Bakı, Gəncədə, Mingəçevirdə, tikiş zəif inkişaf edib. Əsasən iri şəhərlərdə Gəncə, Bakı və Yevlaxda yerləşir yüngül sənaye sahələri.